Salam, axşamınız xeyir. Bugün videonu mən çəkirəm. Elşən müəllim canlı yayımdadır. Bütün izləyiciləri salamlayıram. Allah hamısının kömək olsun. Dəstək olun, kömək eləyin. Evimizin bir şeyi qalmayıb. Şpakulovkanı başlamışıq. Koridorumuz şpakulovkalanıb üzə. Və indi inşallah otaqlarımızda çəkəcəm. Bir otaqda da işləmişik. Birinci üzümüz gedir. İnşallah 2 günə yekunlaşarıq yəqin ki. Bəli, kuxlanı şpakulovkalamışıq. Nətərsiniz? Akşamınız xeyir olsun. Bizə də bax belə kömək eləmişsiniz. Evimizin bir otağı hazırdır. Yəni yenə də dəstək olun, kömək olun. O birisi otaqları da başa satsın. Evimiz tez hazır olsun. Qardaşlar, bacılar, bizə yardım eləyin. Bura qədər gəlmişsiniz. Allah köməyiniz olsun. Balanızı saxlasın. Yəni bu uşaqlar da yazıqdır. Kömək eləyin. Dəstək olun. Biz də bax belə bu evimiz başa satsın. Qardaşlar, bacılar. İnşallah. Nətər hissi? Ev ağarır, şpakulovka ağarır. Bax bu bir otaq hazırdır. Allah Hazır deyil hələ. Hazır deyil, yəni hazır kimidir də. Allah kömək olsun. Bax bu yaxşılıqları bizə eləyənlərə. Müraciətim bu gözəl xalqımadır. Gözəl Azərbaycanımın oğlanlarına, qızlarına, bibilərinə, dayılarınadır. Kömək olun, dəstək olun bizə. Xahiş edirəm sizdən. Bax bu uşaqlar da müraciət edir. Müraciətimiz edir. Dayılar, bibilə bizə dəstək olun. Evimizin patolu alınsın, polu alınsın. Bizim də evimizə tez yaşa. Əmrlər, dayılar, inşallah sizin sayənizdə biz də tez evimizə yaşarıq. İnşallah. Kömək olun. Kömək olun, dəstək olun. Bu uşaqların səsini eşidin, qardaşlar, bacılar. Bura qədər bizi gətirmişsiniz. Yenə də bizi yarı yolda qoymayın. Kömək edin. Dəstəyinizi bizdən əsirgəməyin, qardaşlar, bacılar. Sağ olun, Allah köməyiniz olsun. Eriş, burada da şpakulovkanı çəkdim. Bura mebel yeridir. Gördüyünüz kimi. Bilmədən karıxıb mebelin yerinə bir şpakulovka çəkmişdim. Onu qaçdım, götürdüm. Yeri ağarmağına baxma. Yəni şpakulovka yoxdur orada demək olar ki. Elə bir prosto şpakulovka deyifdiyin yeri ağarıb. Görsən mebelin yerini saxlamışam. Hava istidir, adam istidən bilmir nə ağarır. Qarşı belə otaqdan da ağartmışıq. Sabah inşallah polnu günü yəqin ki bir günə bir şey qalmaz. Talih usta da gəlməlidir, karabkaları qoymalıdır. Sabahı heç bir günlərim Talih ustanı gözləyirik. Xəbər verərsən. Allahın köməkliyi ilə. Gördüyünüz kimi polumuz, patolokumuz alınmalıdır. Xahiş edirəm, köməklik eləyin, dəstək olun. İnşallah tezliklə biz də yekunlaşaq. Yolda uzaqdır, gəlib getmək də çətinlikdir. Yekunlaşaq, bu uşaqlar da yığışsın öz evlərinə.